Bu çalışan süpermarket sahibi muhasebe eləməsin nəyi? Olmalı. Şu muhasebe eləsə düşünəcək ki, doğruluq vardır. İstəyəndə muhasebe eləsin, nəsə neyləyəcəkdir? Bitər hadisədən qaçacaq. Bitər taciri məşğul edəcək ayrı fikirlərə ta bu mühasibə yasansın. Sonra o mühasibə ayıldırıcı mühasibədir. Ayıldar. Düşündürücü mühasibədir. Göstərər. Hətta dost paltarında olan düşmənlərini tanıtdırar. Mühasibə edir. Bizi qoymazlar mühasibə edir. Mühasibə edir, silah. Nə qədər cəh mühasibə edir. Mən dini qaynaqlarda mühasibə qədəri tapşırıb imamlardan görməmişəm. O qədər tapşırıb ki, mühasibəyə verirlər. Mühasibə edir. Ta özü əlimdən tutmayasız. Bəs bir silah mühasibədir. Demin bu olmaza mən mühasibə eləməyəm. İnsan adət cihaddır da, cihad yardım edir. Yəni, düşmən çaşdırar adam. Cihadın mənasını diqqət ilə söyləyəcəm. Allah da ki, nəfsinə mübarizəyə cihad adı qoyub. Yəni, düşmən yətməyib və çaşdırar adamı. Eğer ki, mən istəyəm mühasib edeyim, mən istəyəm düşmanım, məsələn, görüm ki, hardan mənimlə top atırır, hardan vurur məni. O vaxt istəyəm ora baxım, ora, məsələn, ağac əkər. Görmüsəm, ora dağıdır, nədir? Mən çaşaram da ki, oradan silah var ki, lakin ağac görsən fəqət. Ona görə mühasibəni ardıcıl davam verməlidir. Bir dəfə nə? Bu ardıcıl olmalıdır. Özü də düşmən yer dəyişə bilər. Düşmən mövqeyiyyət dəyişə bilər. Şimdi onlara baxsanız o müharibəçiliklərini qeytər mövzuda haman taktikaları gətirib öz daxilisin. Haman taktikalar insanın daxilində var. Görsən, buradan müharibə edir adamla çaşdırıcı müharibə. Yəni, əsli qoşunu tərəfləri burada məndən dava edir. Tam məni məşğul eləsən bu müharibə ilə orada gözün yaddan çıxır. Əsli ayrı yerdən mənə vurur. Lakin hələ tam möhkəmləşməyib oradan atsın, yıxsın məni. Burada məşğul edib ta hələ mən bu tərəfə yönələm. Bu tərəfə ki yönəldim, yatam olarmışdır. İnsan vücudu. Mühasibə eləməsə, görsən bir tərəfi gedir, möhkəmləşir. Elmi çoxalır getdikdə. Görməsən, mən fəqət elmi problemim var. Çəkilməni bu tərəfə. Elmini getdikdən çoxalır. Getdikdən gözün yaddan çıxır, dilin yaddan çıxır. Bunlara nüfuz eləyir. Bu da özdə mən onlara nisbət yatmışdım nüfuz eləyir. Ona görə mən həmişə fırranma gəlir. Öz ətrafını. Bunlar imamlarını vurmaq olmazdı. Biz həmişə ayırırdı ətrafını. Bunun mənası var. Bunlar gətir cihadə əkbərə. Yəni, həmişə də ətrafında insana ayırır. Hətta bəzən insan bir etapda çaşmaz, ikinci etap çaşmaz. Bir sıra cavanlar insan görür. Çünki əvvəl sağlam niyyətlə idilər. Ortada niyyət çəkir. Məlumdur, bir iş sağlam niyyətlə başlana bilər, nasağlam niyyətlə qutulabilir. Bir elinə var ki, bir sahədə məni təşdirə, o bir sahədə. Bir də boyuna var. Mən haman işi ümrüyünə görəm, birazdan sonra dəyişir. Ancaq daimən mən eyni müharibə sistemində olan insanlar üçün daxilində olmalıyım. Misal vurublar insanın nəfsinə, bir də nəfs əcdahadır, yatan əcdahadır. Mən bir də ayrı misal vurum bu insanın nəfsi istəklərinə. Bunu əxlaq alimlər misal vurublar. Digər ki, insanın məsələn mənfi xasiyyətləri var, onların üzərində işləməsən, çalışmasa onların üzərində, əvvəl. Qoya onlar bir etap duyuyalar. Bizi nə yapışar? Misalı belə var, şu misalda. Bir heyvan bir qapıya girsin. İnsan o heyvanın ciloyu əlində olsa, nə oynayar? Ciloyuna yapışar, başını verirəm, girməz o qapıya. Lakin qapıya girəndən sonra, girib qapıya, sən də qalmışsan, istəmirdin girsin ora. İndi ayrılmışsan ki, ruhun əlindən gedir. Məcbuzan quyruğundan yapışasan, kəsəsən.
Diloğundan yapışıb çəkmək və heyvanın quyruğundan yapışıb çəkmək nə qədər fərqi var? İnsan o xasiyyət için insanda yaranır, mənfi xasiyyət. Əgər kontrol mühasibə ilə həmişə olsa, ciloğundandır, mən deməyim insan sürüşməz. Yəni ciloğu olar həmişə. Mühasibə yəni o. Mən deməyim biz insanlar, məsələn, yalan demərəm. Yalan da deyərəm. Lakin ciloğu yox. Quranda bir ayı var. Deyir ki, mümin insanlar bulardır ki, heç günah eləməzlər, o məsumdular. O öncü günahlarla furu qeydədir. Allah yadlarına düşür. Ona görə tövbə vacibi furudur. Ona hər an insan sürsən, lakin hər an qeydər. Çünki insanda davam tapsa, daha quyruqdan yapışıb qeydərmək mənası, məsələ olur. Nə deyirlər? Qocaların qeydməsi çox müşkildir, çətindir. Hamına quyruqda yapışmaca yadır. Çox çətindir. Mən deməm, mahalda imkansızdır demirəm. Lakin çox müşkildir. Bəs bir yol silah mühasibə olur. Bu biraz silah. İkinci yol. Əqilli dostlar seçmək. Bu da bir silahdır. Biz adətən vücud dostlardan qaçarıq. Bizim də məntiqinə haqq acılar ona görə. Bilir deyəlim. Haqq. Biz kimlər acılar? Onlar ki, ruhları nəfsani istəklərlə uyğundur. Onlara haqq acıdır. Haqq şirindir. İnsan xəstə olanda haqq acıdır. Baxın, vaxtı sən kilibsən, şəkər acı olar bilir mən. O nümunədir, şəkəri köçüb çayır etəndə boğazında, ağzında nə mənə hissələr, acılıq hiss olunlar. Çünki problem şəkərdə deyil. Problem ağzındadır. İnsan ağzın. Gözəl bir məsələ var, belə ağzının dadım bilinir. Mən belə bir məsələ deyəcəyim. Doğrudan öncədə haqq şirindir. O adam üçün ki, kəmal axtarır. O da onun sivər haqqı. Bu haqqatıdır, adi adamlar. Onlar ki, ağızlarının dadları hələ ayrı yerlərdədir. Onlara haqq acıdır. Bir kəlmələr də insanlara məşhur olubdur. Lakin dinə uyğun sözlər deyil. İmam Sadiq buyurur ki, ən güzel mənim qardaşım odur ki, mənim ölümümü mənə hediyə verəm. Burada iki söz var. Şayad üç söz var. Bir söz budur ki, qardaşlığın içində eybi demək də var. İkincisi budur ki, eybi həbiyyə kimin qəbul eləmək var. Bəli, üçüncü sözdə budur ki, həbiyyə kimin də təqdim eləmək var. Tiçancım yox, həbiyyə kimin gəlib deyəsin. Həbiyyə necə verərlər? O formu. Həbiyyə məhəbbətli və səmimi olar. Bəs biz əqilli dostlardan da istifadə etməliyik. O dostlar ki, həmişə bizi nə deyirik qəbul edirlər? Nə deyirik qəbul edirlər? Həm deyirlər həmişə, bəli deyirlər. O dostlar ya xandılar, ya vərəz deyirlər. Deməm hamısı pisdir. Xandılar. İmam Ali Aleyhisselam bir məktubunda malikəşlərə buyurdu. Malik, müşavir seçən dedilər, müşavir hətta. Sən ki, Misrə deyilsən vali, orada müşavir seçəndə o adamlara yığma böyle ki, əlaltaq olsunlar. Sən nə diyəcən, onlar deyəsin, hə, sən deyəndə. Sərih-ül ləhcə, açıq danışa bilsinlər səndən. Səndən açıq danışa bilsinlər. Bir sıra əsası məsələlərdə barışanmasınlar səndən. Sən də məsumlarsan, çəşəsəndir. Bu cür dost insana neymətdir, qənimətdir. Əzab deyil. Bu da ikinci silahdır. Silahdır orada. Biz özümüzə talib bir adamlar. Bir silahlar. Üçüncü silah. Əhlili düşmənlərdən də istifadə eləmək olar. Nəinki olanın dost olmağa istifadə eləmək olar. Düşmən iki cürdür. İnsanın düşməni iki cürdür. Bir, həsadətlidir və
növ çiğnəsi var ki, istir adamı yıxsın, hər nə yoldan olur olsun. Bu, nə kimindir? Bu, loğdan da deyə bilər, iftira da bilər, hər nə deyə bilər. Bu, istifadəli adam deyil. Bundan dolayı insan, o dinin sözləri var, insan bundan nədir davransın, o formu. Yəni bu, ya özün difa eləməlidir, hər nə də, elə ilk etapları nədir, işin yoxdur. Lakin ağıllı düşmən, adamın zayıf nöqtələrini tapar, ondan çırpmaq qəsd olar. Diqqət edin nə deyir ama, o, heç vaxt bizzət yaratmazsın içəridən. Boğtan deməz, təqnə vurar. Düz söz olar, düz məqsədlə deməz. Və hətta razı var o söz. Məsələn, mən bir dəfə eybin görmüşəm. Zahirdə düşmən olsa bundan və imanım da zayıf olsa, zahirdə təəssüf hissi geçidər. Həmçin niyə bu səhv var? Zahirə. İçərimə baxsam özüm görəm, seviniyəm ki, yaxçı dələ, bizə tapmışam, danışma. Bundan da çox olar. Və o zəif nöqtəyə də neynərəm? Tə'nə kimin deyərəm? Mən içi düşmənəm. Yaxşı. İndi mən ölürəm. Sən necə olmalısan? Mən səndən düşməliydim. Sən mənim bu sözümdən istifadə eləməlisən ki, bu zəif var bilirində, bu eybi var bilirində. Belə mən pis məqsədlə istifadə elərim dedim. Mən bu zəif vardır. Görürsən, diqqət edin, insan əgər ayıq olsa, hətta bu cür istifadələr verirlər. O ki, mənə bu sözlər deyirək, məndən bir kəmalıma maneələr tapıb deyirək. Bəli, o özdəki səbəbdir. Buna bir silah kimi istifadə edəmək. Bir də cümlədir. Quran əzid məntiqi var. Bir də ayələr qoyanlar. İki, qulazım bu ayə. İzdibəddilillah təyyəatı məsənat. Bir insanların pislərin, pis işlərini çevirdik, yaxşı şeylər qoyarlar. Yəni, adamın günahı olar, yaxşı deyir, həm olar. Məcbur olar insanın günahı yaxşı. Nəyincə, yaxşı iş görər. Deyir, hamamın günahları çevirdik, yaxşı şeyləri. Necə? Bir ibrət mənbəyi kimi onlara baxasın. Hamının günahlara ibrət mənbəyi kimi baxasın. Özdə sən öz daxilindədir də, hər nəyin də özün bilirsən də. Səbəblərini də bilirsən, köklərini də bilirsən, nəticələrini də bilirsən, etaplarını da bilirsən, hamısını daxilində bilirsən. Bir şübhəsiz mənbədir. Biz Quranda məsələn, Peyğəmbərlərin hekayətini oxuyuruq. Məsələn, normal kitablarında, tarixdə. Onlarda oxuyuruq. Mümkündür, məsələn, bizzətlər qaranlıq qalırlar insana. Məsələn, nə oldu bu baş tutdu, nə oldu bu baş tutmadı, nə oldu belə ayrılığa getdi, belə səhvə getdi, belə düzdür. Yəni, heç vaxt özündə də bu şübhəyə düşənməz. Çünki özündədir bu, tamamın özündədir. O yolda tam hərməyi bir tapa bilər. Əslən, mən bir an cümlə deyim gözə, əxlaq alimləri kitablar yazıqlara əksərən öz həyatlarıdır. Onlar ki, doğrudan əxlaq kitabı yazırlar. Qeybitör özlərinə deyirəm, nəcür oldu, belə oldu. Məsələn, qeybət ediyənəm. Yaxşı. Bir an qeybətdən özündən ki, mən qeybət ediyənəm, nədən bu qeybət yaranır məndə? Qəşə, insan araşdıra bilir. Nəyi də öldürməlidə hansı hissi də düşünər? Hansı hissi də var biləsində düşünər? Biz öz qapımızı özümüzə daşıdıq. Niyə? Çünki mühürlənibdir. Mühürü özümüz çıxartmalıyıq. Hətta bir qəlbi mühürləndi, nə içəriyə bir şey girər, nə oradan bir şey çıxar. Görmək olmaz da nə var, mühürlənib də. Biz özümüzə bir baxıq, hətta özümüzə. Ona görə üçüncü silah ki, insan tapmalıdır. Nə silahıdır? Ağırlı düşmənlərin sözlərini düşünməlidir, nə deyirlər? Belə düşməndirlər. Onlar düşmənliklarından deyirlər. Vəli mənim zəifliklarımdan istifadə edib deyirlər. O zəif adamdır, lakin mənim zəifliğimi istifadə edir.
Mən bir yerdə hisslənmişəm, o hirsindən su istifadə edir. Burada o hər yerdə deyəsən mənbər qoyur. Filancəs əsəb adamdır, çünki filan yerdə hislənir. O düz deyir, pis məqsədlə deyir, pis forma deyir, lakin düz deyir. Bu cür açıq ilə baxsadan hər nədən dərs ala bilər. Silahdır bu bir dana. Dərs alma da bu xatirdə heç kompüterə baxa. Bu sözlər çaşdırır bizi. Düşünmağımız üçündür, silahlanmağımız üçündür. İnsan Allah'ı görməsə, şeytan vilayəti tutar biləsin. Allah əcib bir nizam yaradır. İnsan bir an özündən niyat olmasa, tutarlar, yapışarlar adamın əlinə, apararlar yer. Bir sıra bazarlar var ha, adam o bazarda biraz cibindən niyat olmasa ne olar? Tez cibin boşadarlar. İnsan bir zərrəti bazarda imanından niyat olmasa, hər şey əlindən çıxar. Bir sıra alimlər misallar vururlar. Adam o misallardan diqqət için nə səviyyədə insanlar nə cür əllərindən çıxır. Gedirlər şeytanı qapsın. Demək üçün bir nəfər bunu Şeyx Bahai Kəşkul kitabında yazıb. Kəşkul bizim yəni şələmkördə. Həqiqi mənada şələmkördə. Oradan buradan. Kəşkulun mənası budur. Alimlər yorğun vaxtlarında kəşkul yazardılar. Yəni şeirdə var, orada hikayətdə var, elmi nüstədə var, fəlsəfi nüstədə var, riyazi nüstədə var, hər nə var orada. Adı var kəşkul. Məruf kəşkullardan bir Şeyx Bahai'nin kəşkuludur. Onun hikayə var, deyir ki, bütün bir nəfər onun təcdə möhründən bir qızıl sikkə şəkli nə olmuşdur? Yaranmışdır. Alnında. Lakin durmuşdur bir şahın qapısının sarayında, gözlüyü də ona sikkə versin. Baxırlar buna, qiyafətinə, baxırlar işinə. Sonra deyirlər ki, diqqət elinə bir ama, axı sikkə iki cür olar. Bir, sünni sikkələr olar. Qızıl olmaz yalanlarına nə olar? Cəli deyərək da. Cəli yəni qondarma sikkələr. Bir dəfə demişdi ki, onun anındakı sikkə qondarma sikkədir. Ama ne heç kim alır? Nə səviyyədən düşür sonra? O ibadətlər, o yollar içi gedir, çox diqqət edən hansı bazardadır? Düşün kim yani? Buna böyle bir misalda insan həmişə ayıq olmalıdır. O yaqlıqda yaşamalıdır. Mən bir misal vurulur bu da ayrı bir yerdən misal bildir. Yadımda da hayradır. Deyirlər ki, bir nəfər zahid insanlar var idi, ha qəlib zaman dərviş deyərlər, sufida. Sufilər, biz sufi nə deyərlər? Sufilər paltarları sufdan olardı. Suf yəni yündən. Ona görə yük dəridə onlar qoyarlar və dünya məsələn bunlar dünyadan nədirlər? Tərk ediblər, tərk dünya ediblər. Tamam hər nədən çıxıblardan xəlasdırlar hər nədən. Bu da sembollardan şəkildir. Bütün bunların bir nə deyilər ki, bu eletiyə satsan. Deyilsin, mən onu satmaram. O mənim pul ağacımdır. Zamanımı. İnsan bəlkə diqqətləməsə bilir ona. Mən biraz müştəriyim özə. Bunu özümə də bilirəm. Hər nədən insanı vur Allah, hər nədən. Şeytan hər nədən vurar insanı. Yəni hər nə ilə vurar. Silahlanmasa hər nə ilə vurar. Hətta namazımızla bizi vurar. Vəyd ibn-i Müsəllim üsyanına namazlarına görə Allah vəydi göndərir. Vəyd yəni əzab. Demirəm vəydun del kazibi, yalancılara vəydi verirəm. Namaza vəydi verirəm. Yəni o namaz şeytanın bilələrini tələsir. Onca hər nə ilə vurar. Hər nə ilə vurar. Mən bir daha cümlə deyim. Nəzərə gəlir ki, biz özümüz, hamımızda, inanmırıq ki, daxilimizdə mübarizə gedir. İnanmırıq ki, düşmənimiz var, daxilimizdə. Həmişə düşmənimizə işləyir. Həmişə düşmənimizi bayətdə görür. Bir yerdə ki, məsələn, biz ziyana düşürük, həmişə bayırdən gözləyir o söz, ziyan bayırdən etməndəydi. O daş mənə ayrı yerləndəydi.
Heç vaxt qeyri bu iki gözümdən baxır, Sübhanət Allahi içərdən də gəlir axı. Niyə çeşmi dərinlə gəlimiz sönübdür? İçəriyə baxan gözümüz sönübdür. Ne onun işe saldırır? Ben demem eşeğe bakmayaq da. Eşek onsuz da baxırıq. İçəriyə də baxırıq. Xodpərəsti pərdə çəkibdir. Mən özümə baxam. Pərdə çəkib. Bir arıq cümlə, axır sözlüyümdə. Bərzətlər mülayimliklə iş həll eləməz. Ona göz dinarın qoyub cihad. Nəfsinə cihad, yəni mülayimlik tələb eləmə. Ona göz əvvəli zəhmətlidir, əziyyətlidir. Məsələn, mən belə deyim də, namaz qılıram. Bu mülayimliklə namazlıq gəlməz mənə. Belə olmaz mülayimlik. Mübarizə ilə gələr. Mübarizə ilə. O dinin məntiqində mübarizədir, cihaddır nəfsinə. Cihad yarımına. Cihadın mənası davadan başqa iş nələr. Mən özümlə dava eləməliyim. Hətta əxlaq alimləri buyururlar ki, əgər insan bir gün sübh namazı qəza edirdi. Sabah sübh namazını qəza elədi heç, sonra sübh namazını qəza elədi heç. Bir ayrı əvəz edici bir cəza da versin özü. Ta nəfsinə başa salsın ki, belə də istəm mənim əlim alasan. Bu əxlaq alimlər təklif edilir. Əslən, siz böyük alimlərin tərcümə hallarına baxasınız. Bunu bir araşdırın. Əhdinamələr varlar. Əbəlisinin neçə də əhdinaməsi var. Əhdinamə üsyanında əməli ilə Allahın arasında əhd bağlayır. Sonra yine sındırır, kazımın əhd bağlayır. Əbəlisinin kimin şəxsiyyətləri və başqa alimlərin də əhdləri var. Əhd kitabları var. Biz bunları güncül bir şeylər bilirik. Yəni mən Allah'a deyirəm ki, Allah, mən beləyəm, lakin əhd bağlayan belə olmamalıyım. Belə olmayacaq. Mesela biz məsum dəyirik, yine mümkündür bizləri oyanmayan olur. Yine tazanı əhdi tazalayır. Deyir, mesela İmam Məhdi ilə insan dua əhdi oxusun ərcümə. Bir dəfə də əhdi bağladım, qutuldu getdi də. Adam müqaviləni bir dəfə bağlayır. Həftədə bir dəfə müqavilə yanılır. Adam alver edəndə ev alanda bir dəfə qərar o deyər ki, mən satdım, bu deyər mən aldım, qol çəkərlər, qutular gedərdir. Gün də əhdi bağlayıram, Allah sənlə, imamınla, kiminlə. Bu nə işdir? Bəzi hədislərdə var, namaz özü əhdidir Allahla insan arasında. Namaz özü bir də əhdidir. Tazıdan əhdi bağlayıram. İyyâkə nə'budu. Deyirlər, bunları inşa desin olar. İnşa-ın ixbarın üstü fərqinədir. İxbar yəni bu ki, özü vəziyyətində Allah, təhcə sənə ibadət edirəm. İnşa da budur ki, əsən indi ibadət təhcə sənə başlayıram edirəm. İnşa-ın ixbarın fərqi budur ki, sən televizyonu alsan, mağazacıya deyirsən ki, neçə satsan, deyirsən, məsələn, filan qədərə. Deyirsən, aldım. Bu aldım sözü. Sonra deyirsən, bacı var, qardaş var, deyirsən ki, televizyon aldım. O iki dana aldımların mənasının fərqi var. Orada aldım ki, satıcıya deyirsən, yəni, bu işlərini alıram. Bu sözümlə mənimki olsun. Aldım yəni mənimki olsun. Orada aldım, xəbər verirsən. Bacı var, qardaş var ki, mən aldım ha, mənimki oldu. İyyâkə nə'budu deyirlər, inşa qəsdindən də demək olar namazda. Yəni, mən başladım təhcə ibadəti sənə. Başladım təhcə köməklə verəm, tələb eləmək səndən. Xəbər vermirəm özümdən. Özümdə bu işi yaradıram. Deyirlər, bu bir o əhdidir. Əhdi bunlar. Biz bu vəziyyətlərdən xəbərimiz yoxdur. Düşmən bəzən insanı sakit qoyar. Ta insan qafil olsun. Buna da silahlanmalıyıq. Sakit qoyar ta qafil olsun. Şeytan bəzən vəsvəsələr, bəzən biraz vəsvəsəsin neynər? Keçər qıraba. Ama şeytan xasiyyətlərin adlarından biri xənnason. Budur ki, gələr, görsələr bilərsin, qaçar gizlənər. Sonra nə xənnas? Hep gizlənər, sonra içinə gələr. İnsanın daxili istilədir. His bəzən insanı günaha tərəf vadar edər. Sonra ki, insan ayılıbdır biraz, sakit olar. Ölməz, yatar. Ölməklə yatmağın fərqini söz. Yatmaq budur ki, oyana bilər. Yəni, yatıp ki, oyansın.
Yatıb istirahət eləsin, oyansın. Buna xatir yatıb. Tamam, məsələn, həsadəti var. Həsadətin zəhərin tökür, sonra qeydir. Biraz sakit olur. Həm özə enerji yığsın. Enerji yığsın biraz. Fikirləşsin. İstirahət eləsin və bəzən də aradan geçsin. Sonra haman əsadətdir, yakıtdır. Haman əsadətdir. Bu şeylərdən də biri budur. Gürdə insanı əlinə alar. Görə cihad nəfsidə iki nüqtə var. Bir bu ki, mən çalışam aradan aparam. Bir də bu ki, diqqət eləyəm, yatmaqla məni çaşdırmayam. Aradan aparmaq arasında yatar. Görünür ki, insanın kəmalı çox da başqalarına qeydmir, özünə qeydir. Çox da başqalarına qeydir. Başqaları nəcür olublar bir şeydir, mən özüm nəcür olmalıydım, başqa şey. Bunlara da diqqət eləməliyim. Nə qeydir? Əgər insan cihad əkbər eləsin, yolu geçsə, elə əziz olar ki, hədislərdə var, bəzi səhabələrin sözlərini imamlar nəql edərdilər. Diqqət edin, deyirəm. Əbu Zər məsum deyir ki, lakin bir hədis var, İmam Sadiqdən səhv etməsəm. Deyir ki, Əbu Zərin xutbəsində belə var idi. Axı, İmam Əbu Zərə ehtiyacı yoxdur onun sözünü dəvl eləsin ki. Lakin istəyir, ki, yəni insan əgər cihad əkbər eləsə, əgər özünü bölsə, əgər təbiətdən çıxsa, onun sözü ilə mənim sözüm var. Deyir, Əbu Zərin xutbəsində belə var idi. Və Allah Luqmanı sözlərini gətirib Luqman surəsində. Elib kəlamullah. Luqmanın sözlərdir, Allahın sözlərdir. Ya bu nə, ey mənim balam, belə ol, belə ol. Luqman tövsiyə edib balasına. Bizdə Quran ayəsi kimi oxuyur. Kəlamullah. Bundan heç peyğəmbərlər. Bizim deyə bu atlar gəlibdir, peyğəmbər olmayanlar kəmalları da Quranda gəlib. Məryəm kimin insanı, Asiyə kimin xanımı, Luqman kimin həkimi. Bunların müsliyyatları gəlib, qeyrəz peyğəmbərlər və imamlar. İstəyiblər desinlər ki, vilayət yolu açıqdır. Allahın dostu olmaq yolu açıqdır. Luqman olmaq, Məryəm olmaq açıqdır. Bu istəyiblər desinlər. Girdim. Vilayət yolu bağlı deyil. Heç kimə bağlı deyil. İmamət bağlıdır, nübüvvət bağlıdır, risalət bağlıdır, vilayət bağlıdır. Eləyə bilə Allahın oğlu yası olsun, Allahın dostu olsun. Ta qiyamət üçün bu yolu açıq. Bu da cihaddır. Yolu da cihaddır nəfsi. Allah yolu da açıb, maşınını da göstərib, necə getmağını da göstərib. Fəqət gedən yoxdur, gedən yoxdur. İnsan surəsində ayə var. İmam Həsən, İmam Hüseyin xəstə idi ha. Həl-ətə ayələri deyərlər. O ayələri oxuyun, məsələn, nələr verir Allah. Onlar Fizzəyə də aiddir. Tüm Fizzə də haman onların içindeydi. Fizzə Zəhranın kənizi idi. Ki, 20 il Quranla danışırdı. İnsanlarla. Ona da aiddir. Fizzə olmadı. Fizzəyə də aiddir. Yəni, həl-ətə ayələri nümunələrin bir də Fizzədir. Yəni, nümunələrin bir də bizlərik. İstəsək olaq. Məndə çoxlu ayələr var, imamlara aiddir. İmamlar nümunələri kimin? Böyük nümunələri kimin? İmamətə aiddir, vilayətə aiddir. Məsələn, sair hətta Peyğəmbərlərin bəzi mükafatlarını deyim, mən onlara belə verdim. Deyim üçün Peyğəmbər idi. Diqqət edin nə deyirəm ha? Qurana ayələrini bir səfərliyinin, deyim üçün Peyğəmbər idi onları mən verdim. Elmi verdim, hikmət verdim, nə verdim? Deyir, kəzalikə nəvzil muhsinin, nəvzil salihin. Salihlərə belə verirəm, muhsinlərə belə verirəm. Yəni, yol sizə də açıqdır. Salihlərin bu yoludur, muhsinlərin yoludur, nə imamların, peyğəmbərlərin. Bu da nə? Nümunələrdir ki, heç vaxt o cür nümunələr baş tutmayacaq. Yəni, maksimum nümunələrdir nəfsinlə cihadda. Əgər siz kim istəyir qorxaqlığı səbəb gətsin, Musanı misal vurarlar. Kim istəyir nəfsani istəkləri səbəb gətsin, Yusuf'e misal vurarlar. Kim istəyir müsibətləri səbəb gətsin, Əyyub'u misal vurarlar. Kim istəyir mühitin xərablığı misal gətsin, Asiyəni misal vurarlar.
Yəni bu peyğəmbərlərin həyatda Quranda hərəsi bir günlərdir. İnsanın problemlərini maksimum fərzidə nəzərə alıblar. Bir gerçək insanı göstəriblər. Dedə bu formadır. İdeal fantaziyada deyil, real insanlar idi. Romanla hekayətin, peyğəmbərlərin hekayətin fərqi budur. Romanda da ideal çəkilir. Kinoda da bir ideal insan çəkilir. Bir adam kinoya baxanda deyir, bir tənqid kinolara budur ki, kino adamları adətən bayırda tapılmaz. Yəni, məsələn, o təmizlikdə adam kinoda bir nəfər görür, nə insan olur, nə igid olur, nə pak insan olur, insan pərvər olur, başqalarına nə qədər əl tutur. Onlar adətən insan həyatında yoxdur. Bəli, bizlərdə yoxdur. Lakin Qur'anın qəhrəmanları, o ulduzları, hamısı olubdur. Fantaziyadayı. Yoludur nəfsinən cihaddır. Qur'anın məntiqində işlər əvvəldə çətindir. Vəhşidir insan. Uçmağı, toğyanı xoşlayır. Qeydiliği xoşlamır. Nə istəyir görsün. Nə istəyir görsün. İstəmə bir nəfər desin bu işi görmək. İnsan bunu xoşlayır. Biz adətən kimdən xoşumuz gəlir? O adam ki, bizlə iş olmaz. Ondan xoşumuz gəlir. Adam ki, bizlə iş olsa, o iki cür olarlar. Bir düşmən olar. Bunlar da olar. Lakin mütləq bizdən iş olandan xoşumuz gəlmir. Çünki nə ilə toqquşur? Hansı hissə bizdən toqquşur? Bu ki, laqeyd istəyir olaq. Laqeydilikdir. Azadlığın mənası biz nədir? Əgər doğrudan azadlıq adam istəyir, özündən də azad olsun. Azadlığın həqiqi mənası hürriyyətdir. Hürriyyət yəni özünə də coşa bilsin, özünə də isyan edə bilsin. Doğrudan azadsan, özünə də coş. Özünə də desin, kəs səsi. Özünə də desin. Deyə bilər desin. Özünü görmür ta hələ desin, kəs səsi. Görmür. Bəs vilayət qapısı açıqdır. Yolu da nəfs, cəhad nəfsdəndir. Nümunələri də maksimum göstərilibdir. Nümunələri də maksimum göstərilibdir. Esselamu aleykum və rəhmətullah. Behi nəstəyin və huvə xeyru nasir və mu'in. Qur'anın hədəfi insanın ruhunu becətməkdir, insanın ruhunu böyütməkdir və bunun adına təskiyə qoyur. Peyğəmbərləri göndərib bu hədəfə görə də ruhu paylandırmaq, ruhu təskiyə eləmağın yollarını da öyrədib. O yollardan biri ki, biraz geçmiş cələsələrdə dedik, bugün genişini deyəcək, şeytanı təqdim edir. Çünki bu yola düşmən olanlardan böyüyü şeytandır. İnsanın təskiyəsinə manedir. Qur'an şeytanı insanın saadətinin düşməni kimi təqdim edir. Çox layələrdir. Şeytan sizə aydın düşməndir, siz də ona düşmən olun. Fəttəxizhu şeytədob. Siz də onu düşmən tutun özünüzə. Bugünkü bəhsimiz şeytan və onun işləri, ümumiyyətlə ondan necə mübarizədir. Geçmiş cələsədə bir şeytan haqqında danışmışdıq, lakin nəzəri baxımda, yəni şeytan xiyala nə cür təsir göstərər. Bugün ümumiyyətlə şeytanın hər tərəfli işlərindən danışırıq. Şeytan bir maharətli psixolojdur. İnsanı vadar eləməkdə günaha maharəti var, təcrübəsi var. Adəmdən indiyəcən təcrübəsi var. Dünən allanma xasiyyətini almayıbdır. Quran ayətdə deyir, bu iki cür insanı başlayar anlatmağa. Yəni, uslub baxımından ha. İndi tərəflərdən gələr, sonra deyəcəm. Hansı cəbhələrdən varid olar, o ayrı bəhsidir. Nə uslubuna girər, iki uslubuna girər. Birin adına qoyur təsvil. Səvvələtkum. Təsvil.
təsvil təklif verməyə deyərlər. Təklif verər. Yəni biz bilmirik şeytan bizdən nə istəyir. Lakin o bilir biz nə istəyirik. Çün o bilir biz nə istəyirik, o istəyimizə uyğun gözəlləşdirər günahları. Və təklif verər ki, bu işi görür. Çünki o istəyivə çatacaq. Bu gün o ilk mərhələdir. Gözəlləşdirmə mərhələsidir. Zinətləndirmə etabıdır. Burada şeytan hələ əmir deyil. Burada şeytan müşavirdir insana. Yəni müşavir kimin insanla davranır. Əsas Həzrət Adəmin cərəyanında şeytan o cür rol oynayır. Deyir ki, bilir axı bəşər içində əbədi yaşamaq istəyir. Deyir ki, buğda biz sənə niyə qədəğan oldu? Çün bu əbədiyyəti və manidir. Bunu yesən, həmişə qalasan. Və mən sənə xeyrxahlığından bu təklif edirəm. İnni ləkuma minən nasihin. Mən sən və Həvvaya xeyrxaham. Bu xeyrxahlığından bu təklifi irəli sürürəm ki, ondan ye ta əbədi qal. Bu şeytanın ilk üslubudur. Nə cür davrandı? Təklif etmək davranışı. İkinci, təklif deyildir. Əmmarətun bəs-su, əmridir, daha göstərişdir, təklif deyil. O vaxt insan şeytana əsir oldu, o vaxtdacan ki əsir deyilsən, təklif verir. O vaxtdacan ki əsir oldun, əmr edir və göstəriş verir bilir. Ne olur ikinci etapda? Baxın, insan bu ikinci etapda bilərəkdən günah eləyir. Birinci etapda bilərək üstü örtülüdür.